Ona görə də İslamda ailənin rolu nədir? Həyat yoldaşları arasında məhəbbət və mərhəmətin əsası, sabitliyin təmin olunması üçün hüquq və vəzifələrin müəyyən edilməsi, valideynlər, salih tərbiyə, gözəl davranış və övladlar arasında ədalət məsuliyyəti, övladlar da valideynlərə yaxşılıq etməsi, hörmət göstərmək, itaət etmək, onların haqlarını qorumaq. Yəni, İslamda ailə sadəcə sosial bir vahid deyil, iman və əxlaqi dəyərlər üzərində qurulmuş, salih, fərd və möhkəm bir qaladır. Ona görə də ailə qurmaq böyük bir məsuliyyət, ailəni qorumaq isə böyük bir məsuliyyət. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hər zaman gənclərə ailə qurmağı tövsiyə edib və ailəni qorumağı da tövsiyə edib. Ona görə ailə cəmiyyətin formalaşmasında ilk bünövrədir. Ona görə də mümin ailəsini qoruyar, səbirli olar, hər bir səbəbsiz yerə boşanmağa baş vurmaz. Həmçinin qadının əri üzərində haqları var. Yaxşı davranış və gözəl rəftar Uca Allah Teala buyurur Quran-ı Kərimdə. Onlara yaxşı davranın. Baxın, əgər onlardan xoşunuz gəlməsə belə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah çoxlu xeyir qərar vermiş olsun. Nisa surəsi 19-cu ayə. Yəni, qüsurlar olur ər-arvadda. Ona görə də hər bir şeyə görə boşanmazlar axı. Allah Teala buyurur ki, səbirli olun. Bir bəyənmədiyiniz bir şey varsa, mütləq onun əvəzinə daha bəyəndiyiniz xüsusiyyətlər var və buna görə Allah Teala nə edir? O ailəyə bərəkət verər. Onu evlənərkən insan bu məsuliyyət altına girir. Bəzən görsən ki, səbəbsiz, mənasız boşanmalar